Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammedin və ali Muhammed və aczil fərəcəhum. Qurban Bayramı münasibəti ilə başda İmam Zaman ağa və onun haqq naibi olmağına bütün müsəlmanları təbrik edirəm. Allah Teala bizləri imanlı bəndələrindən qərar versin. Bu gün İbrahim əleyhissalam və İsmail əleyhissalam böyük bir ilahi imtahan ilə üz-üzə idilər. Allah Teala birini qoca yaşlarında ona əta etdiyi övladı ilə imtahan edirdi. Quran buyurur: "Fəbəşşərnahu biğulamin həlim." Biz ona həlim xüsusiyyətli bir oğlan uşağı ilə müjdə verdik. Digərini isə canı ilə imtahan edirdi. Quran buyurur: "Elə ki İsmail əleyhissalam boya başa çatdı, İbrahim əleyhissalam öz oğluna belə buyurdu: Mən səni yuxuda Allah üçün qurban kəsdiyimi görürəm." Bunun cavabında İsmail əleyhissalam öz atasına buyurur: "Qalə ya əbəti fəal ma tu'mar." Ey ata, sənə əmr olunana əməl et. Sətəcudni inşaallahu minəs-sabirin. Sən məni tezliklə səbr edənlərdən görəcəksən. Quran buyurur, bu böyük ilahi imtahanda hər ikisi fədakarlıq etdilər. Bütün vücudları ilə Allahın əmrinə təslim oldular. Baxmayaraq ki, İbrahim əleyhissalama qoca yaşında əta edilən övladına məhəbbəti var idi, amma Allahın əmrinə təslim oldu. İnsan üçün əzizlərinin canından keçmək öz canından keçməkdən daha çətindir. Amma İbrahim əleyhissalam bütünlüklə Allaha təslim oldu. Bu bayramın bizlərə verdiyi dərslərdən biri fədakarlıqdır. Fədakarlıq başqaları üçün öz istəklərindən, öz rahatlığından və öz canından keçməkdir. Fədakarlığın insanların, cəmiyyətlərin, xalqların inkişafında böyük rolu var. Bunun üçün də insanlar öz fərdi həyatlarına, ailələrinə və yaşadığı cəmiyyətlərə fədakarlığı hakim etməlidirlər. Fədakarlığın insanların, cəmiyyətlərin, xalqların inkişafında böyük rolu var. Bunun üçün də insanlar çalışmalıdırlar ki, fərdi həyatlarında, ailələrində, yaşadığı cəmiyyətlərdə fədakarlığı hakim etsinlər. İbrahim əleyhissalamdan bizlərə gəlib çatan qurban kəsmək məsələsi simvolik bir mənanı daşıyır. Əsli isə budur ki, İbrahim əleyhissalam bütün hər bir şeyini Allah üçün qurban etdi. Allah yolunda qurban etdi. Amma bu günləri varlı təbəqənin öz malından ayrılıb, qurban kəsərək kasıb təbəqəyə paylamağının özü də fədakarlıqdır. Əgər insanlar qurbanlığın həqiqi mənasını başa düşərək qurban kəsib paylasalar, digər böyük işlərdə də fədakarlıq etməyə hazır olacaqlar. Hədislərdə buyurulur, ən yaxşı səxavət isar və fədakarlıqdır. Fədakarlığın ən böyük amili bütün istəklərini kənara qoyub Allah vəlisinin kənarında Allah düşmənləri ilə mübarizə aparmaqdır. Bütün hər bir şeyini Allah vəlisinə qurban verir, fəda edir. Bunun ən yaxşı nümunəsi İmam Hüseyn əleyhissalamın sahabələri idi. Hər bir şeylərini Allah yolunda fəda etdilər, Allah vəlisinə qurban verdilər. Zuheyr imkanlı bir şəxs idi. Bütün hər bir şeyini, malını, dövlətini Allah vəlisinin yolunda qurban verdi. Öz canını Allah vəlisinin yolunda qurban verdi. İmam Hüseyn əleyhissalamın sahabələri Allah vəlisinin kənarında böyük bir fədakarlıq, isarlıq göstərdilər. Düşmənin zərbələrindən torpaq üstünə düşürdülər. İmam Hüseyn əleyhissalam başları üzərinə gələndə hər bir şeyini Allah vəlisinin yolunda vermişlər. Orada da gəlib öz fədakarlıqlarını göstərirdilər. İmam başlarının üstünə gələndə deyirdilər, ağacan, biz vəfa edə bildik. Ruhu bədənindən çıxır, orada da fədakarlıq göstərir. Gördüyü işləri heç bilir. Söhbətimizdən nəticə alsaq, qurbanlığın həqiqi mənası bu vaxta qədər müsəlman cəmiyyətlərinə deyilən mənada deyil. Yəni, insanlar qurban kəsməlidir və bunu paylamalıdır. Bu mənada deyil. Bu bir dənə simvolik mənadır ki, İbrahim əleyhissalamdan bizlərə belə gəlib çatıb, biz də bu əməli yerinə yetiririk. Qurbanlığın əsli vilayətə köklənmiş dini və bəşəri bir mərasimdir. Bu bayram vilayət orbitində, vilayət mərkəzində fırlanır. Yəni biz öz nəfsimizi vilayət yolunda qurban verməliyik. Canımızı, malımızı, övladımızı, hər bir şeyimizi, bütün vücudumuzla vilayət yolunda fədakarlıq etməliyik. Vilayət yolunda fəda etməliyik. Bunlar nə üçündür? Bunlar bəndəçilik qülləsinə çatmaq üçündür. Bəndəçilik qülləsinə çatmaq üçün insan bütün vücudu ilə, bütün varlığı ilə Allaha təslim olmalıdır. Necə ki, İbrahim əleyhissalam və İsmail əleyhissalam bütün vücudu ilə, bütün varlığı ilə
Allaha təslim oldular, Allahın əmrinə təslim oldular. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.